Size ey məscid partladıb Müsəlmanam deyənlər, Allahu Əkbər deyib uşaq başı kəsənlər, səhər oruç tutanlar, axşam ciyər yiyənlər, mömin donu giyənlər. Məyər siz bu əməli Allah üçün etdiniz? Yoxsa sanırsınız ki, sünnə ilə getdiniz? And olsun Allaha ki, Allahı incitdiniz. Qur'ana, Peyğəmbərə, ümmətə zülm eləyib, sünnəni tərk etdiniz. İslamdan ilk ayrılan, çıxan da siz idiniz. Kəbəni od vuraraq, yaxan da siz idiniz. Siffeyində Qur'anın izələrə taxan da, bu fitnəyə höccət tək baxan da siz idiniz. Nəhrivandan bu günə xeyli zaman ötsə də, sizin xəbis qəlbiniz dəyişməyib zərrədə. Ey diyyətdən dönənlər, ey vicdan ölənlər, iman odu sönənlər, niyə sizi yandırır ya Əli söyləyənlər, ya Zəhra səsləyənlər, ya Hüseyin deyənlər, ya Əbülfəz kəlməsi? Sizi nədən incidir Peyğəmbər ailəsinin bu qədər sevilməsi? Bəlkə sizə çatmayıb Qur'anın bu ayəsi. Ya Peyğəmbər, xəbər ver, de ki bütün ümmətə, sizə Peyğəmbər kimi çəkdiyim bu zəhmətə qarşılıq istəmirəm. Tək bir tələb edirəm, mənim əhli beytimi siz də sevin deyirəm. Bu Şura surəsində 23-cü ayədir. Açıq aşkar dəlildir, ilahi nişanədir. Mən Allahın əmrini duydum və əməl etdim. Mən əhl-i beyti sevdim, onun yoluyla getdim. Zərrə qədər vicdanın qalıbsa etiraf et. Bəs sən kimə uymusan? Yolun kimin yoludur? Bilmədiniz ki, nə cür Kərbəla unudulsun, Aşura unudulsun. Güya Aşura günü bayram imiş əslində. Neçə Peyğəmbər nicat tapıb o gündə. Həzrət Yusuf quyudan, Nuh Peyğəmbər isə sudan, Həzrət İbrahim oddan, Musa da Firavundan, Əyyub isə xəstəlikdən nicat tapıb o gündə. Adəm ilə Davudun tövbəsi qəbul olub, İsa əleyhissalam məhz o gündə doğulub. Yaqubun Yusuf üçün ağlamaqdan tutulan gözlərinə yenidən həmin gündə nur gəlib. Bu səbəbdən dolayı Aşura bayram kimi sizə vacib edilib. Siz İmam Hüseynin şəhadət səbəbini gizləmək istədiniz. Lənətullah Yezidə o haqlıdır dediniz, xəlifə söylədiniz. Siz Allahın nurunu öz ağzınız ilə söndürmək istədiniz. Fəqət bu həqiqəti dərk edə bilmədiniz. Uca Allah vəd verib və bu mütləq olacaq. Tək Allah öz nurunu mütləq tamamlayacaq. Gələr bir cümə günü Mövlam imam-ı zaman, sizlərə vermə zaman. Gələr Allah höccəti, haqq batildən ayrılar. Başınızın üstündə Zülfüqar öz qınından şimşək kimi sıyrılar. Ağam kəsər Yezidə radiyallahu ənhu deyən dillərinizi, Peyğəmbər məzarını sökən əllərinizi, Müaviyə məzarını tikən əllərinizi, açar məramınızı, bəlli edər ki necə batildə olmanızı.
Sen Müslüman değilsen. Sen Müslüman değilsin. İslam'ı gözden salan, özgüye maşa olan, Allah Allah desen de Allah düşmanlarına mütisen, kara kulsan. Dünyanın göz önünde, Müslüman illerinde adını cihad koyup, mümin başını kesip, başla top oynuyorsan. Müslüman kadınların, gelinlerin, kızların namusunu özüne halal nimet sayırsan. Mektep bombalıysan. Babalarından kalan o köhne emelinle kapılar yandırırsan. Kaburgalar kırırsan. Xeymələr talayırsan. 5 yaşında günahsız, gözü yaşlı, əlacsız uşaqdan soruşursan. Adın nədir? Əlidir, Zeynəbdir, Fatimədir. Dərhal fətva verirsən, bu uşaq ölməlidir, dərisi soyulmalı, başı kəsilməlidir. Vay olsun! Vay olsun! Vay olsun sənin kimi insana, pul ilə tutulana, pul üçün satılana, Allah'ı unudana, Allah dostuna düşmən, kafirə dost olana. Dur, dur, toxunma Qurana, o qanlı əllərini vurma o pak kitaba. Dünyada olmazsa da ahirette əminəm, əminəm yetəcəksən sən ilahi əzaba. Bilib inkar etdiyin, hamıdan gizlətdiyin səbəbləri deyim mi? Peyğəmbərin ən əziz səhabəsindən biri, Əhl-i Beytdən saydığı Həzrəti Abu Zəri ömrün ahıl çağında kim oldu sürgün edən Rəbəzə çöllərinə? Kimlər dözə bilmədi onun hak sözlerine? Onun müsibetinde kimler idi günahkar? Halbuki onun haqda Peyğəmbərdən hədis var. Yeryüzü Abu Zər tək düz danışan görməyib, göy ondan doğrusuya kölge sala bilməyib. Allah ondan razıdır, tək yaşayar, tək ölər. Allah'ın izniyle cennete de tek gider. Bəs ne sebep oldu ki Peyğəmbərin sevdiği, düz danışan dediği Abu Zər sürgün oldu? Abu Zər gece gündüz şehirde dolanırdı. Gözünden gile gile yaş döküp ağlayırdı. Ah çekip ün salırdı. Cemaat, ey cemaat, məzlum İmam Əlinin hakkını qəsb ediblər. Mən Əli aşiqiyəm, Əbu Zər qəffariyəm. Mənə vacibdir hər an qorxmadan hakkı diyəm. Abu Zər bu sözlerle batili ifşa etti. Batil de bu sebepten tez onu sürgün etti. Höcür İbni Üdeyi Emmar kim öldürdü? Dar ağacından asıp ağzına cilov takıp Təmmarı kim öldürdü? Mənim bildiklərimi sen özün de bilirsin. Anlamak istemirsen
anlamaq istəmirsən, mənsə səni Allaha, Haqqa dəvət edirəm. Tövbə et, söyləyirəm. Tövbə et. Tövbə et. Əgər küfrdən və şirkdən tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər imandan üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb qutara bilməzsiniz. Tövbə suresi.